Salam, xoş gördük hər birinizi. Bu gün qeyri-formal məntiq kursu səviyyəsindən birinci dərsimizə başlayırıq. Müzakirə etmək istədiyimiz mövzu qeyri-formal məntiq nədir? Yəni biz bu sualın cavabını axtaracağıq və bu məqsədlə biz iki alt mövzunu fərqləndirmişik. Birinci mövzu qeyri-formal məntiq və formal məntiqin müqayisəli analizi. İkinci mövzumuz isə bir qədər sonra keçid alacağımız, yəni aşağı hissədə qeyd olunan qeyri-formal məntiqi xəta anlayışıdır. Beləliklə, birinci alt mövzumuza başlayaq. Qeyri-formal məntiq və formal məntiq. Yəni, bunlar arasında hansı bağlantını qurmaq mümkündür? Yəni, bu bağlantını qurmaq üçün çox güman ki, biz ilk növbədə məntiq elminə dair müxtəlif təriflərə keçid ala bilərik və bu təriflərin özləri də olduqca müxtəlifdir. Yəni, məntiq elminin tarixi, əgər biz qərb dünyasını götürmüş olarıqsa, bu təqribən 25 əsr müddətini əhatə edir. Yəni, qərbdə məntiqin banisi bu Aristotel hesab edilir. Eramızdan əvvəl 384-322-ci illərdə yaşamış qədim Yunan filosofu Aristotel həm də məntiqin banisi hesab edilir. Amma buna baxmayaraq biz daha erkən dövrdə yaşamış olan digər Yunan filosoflarının, məsələn Protagoron və ya Platonun da əsərlərində bu və digər şəkildə məntiq ilə bağlı fikirlərə rast gələ bilərik. Amma istənilən halda, əgər biz eramızdan əvvəl 4-cü əsri qərb dünyasında məntiqin yaranma, başlanma nöqtəsi, başlanma dövrü kimi qəbul etmiş olarıqsa, məntiq elminin inkişaf tarixini 25 əsr, təqribən 2500 il müddətində qiymətləndirmək, hesablamaq mümkündür. Və biz konkret təriflərə müraciət etmədən, yəni detallara getmədən, hətta gündəlik real həyat situasiyalarında, məsələn, ictimai şəkildə aparılan müəyyən bir müzakirə və mübahisələrdə və yaxud praktik cəhətdən istənilən elmlərin öyrənilməsində, hətta şəxsi münasibətlərimizin qurulmasında, dialoq zamanı belə davamlı olaraq məntiqə müraciət edirik. Ola bilsin ki, bu müraciət şuurlu şəkildə, yəni iradi şəkildə həyata keçirilmir, amma məntiqdən kənarda real dünyanın öyrənilməsi, qiymətləndirilməsi, analiz edilməsi praktik cəhətdən qeyri-mümkündür. Ən azından ona görə ki, yəni bizim yaşadığımız dünya ilk növbədə informasiya ilə bağlıdır və məntiq də məhz informasiyanın öyrənilməsi, sistemləşdirilməsi, analiz edilməsi, bir və bir neçə informasiyadan ardıcıllıq əsasında yeni bir informasiyanın çıxarılması ilə bağlıdır. Və biz bu aspektdən qeyd etdiklərimizi həm formal, həm də qeyri-formal məntiqə aid edə bilərik. Amma əgər biz nisbi şəkildə götürmüş olarıqsa, xüsusilə şəxsi münasibətlərin qurulması və ictimai şəkildə müzakirələrin, debatların aparılması zamanı qeyri-formal məntiq, yəni formal məntiq ilə müqayisədə bizim üçün daha çox köməkçi bir vasitə kimi çıxış edə bilər. Və biz növbəti müzakirə etmək istədiyimiz məsələ, yəni formal və qeyri-formal məntiqin hansı müstəvidə müqayisə edilməsidir. Çünki qeyd etdiyimiz kimi məntiqin təqribən 2500 illik inkişaf tarixi olmasına görə, yəni məntiqin özü də müxtəlif mərhələlər, periodlar üzrə müəyyən meyarlar əsasında fərqlənə bilər, bölünə bilər. Məsələn, klassik məntiq mövcuddur, bir də müasir məntiq mövcuddur. Klassik məntiq, yəni bu əsasən Aristotel məntiqi ilə bağlanılır, yəni Aristotelin adı ilə bağlanılır. Yəni qeyd etdiyimiz kimi Aristotel məntiqin formalaşmasında, yəni ən önəmli, ən mühüm fiqurlardan biridir və onun fikirləri daha çox iki qiymətli klassik məntiq kimi klassifikasiya, yəni edilir.
Və biz bu aspektdən çıxış etsək, məsələn, müasir məntiq, yəni riyazi məntiq, simvolik məntiq, yəni bu bir qədər artıq klassik məntiqdən fərqlidir. Burada müxtəlif məntiqi qiymətlərdən artıq biz istifadə edə bilirik. Məsələn, klassik məntiqdə iki qiymətli məntiqdir, yəni hər bir fikir və yaxud irəli sürülən arqument ya doğrudur, ya yalandır, yəni iki qiymət. Amma qeyri-klassik məntiq, müasir məntiqdə qiymətlərin sayı ən azı 3-dən başlayır. Yəni 3 qiymətli məntiq, yəni müasir məntiqin və yaxud qeyri-klassik məntiqin ən sadə forması kimi qiymətləndirilə bilər. Və 2 qiymətli məntiqdən sonra 3 qiymətli məntiq, daha sonra daha çox, yəni 3-dən daha çox qiymətli məntiqi sistemlər vardır. Yəqin ki, hamımızın adını, heç olmasa adını eşitmiş olduğumuz fazi məntiq, qeyri-sərlis məntiq, yəni burada artıq məntiqi qiymətlərin sayı sonsuz qədər hesab edilə bilər. Yəni sonsuz çox qiymətli məntiqi bir sistemdir. Yəni biz qiymətlər haqqında, məntiqi qiymətlər haqqında geniş danışmaq istəmirik. Bugünkü müzakirə mövzumuz məntiqi qiymətlər deyildir. Amma klassik və qeyri-klassik məntiqin fərqləndirilməsi bu yalnız məntiqin qiymətlərinin sayı, yəni məntiqdə istifadə edilən qiymətləndirmələrin sayı ilə bağlı deyil, yəni bununla məhdudlaşmır. Yəni müasir məntiq, qeyri-klassik məntiq yalnız çox qiymətli məntiq də demək deyildir. Yəni bunun da çox müxtəlif rakurslardan izah edilməsi, təsnif edilməsi mümkündür. Amma o hissələrə biz keçid almadan, yəni ilkin başlanğıc olaraq formal və qeyri-formal məntiqdən danışırıqsa, yəni bu müzakirənin, bu analizin hər ikisi klassik məntiq çərçivəsində həyata keçirilə bilər. Və əslində biz başlanğıc olaraq da klassik məntiqdə, yəni bu qeyri-formal məntiqin izahına başlamaq istəyirik. Yəni növbəti artıq dərslərimizdə biz qeyri-formal məntiqdə ehtiva edilən, öz əksini tapan qeyri-formal məntiqi xətalar haqqında biz danışmaq fikrimiz vardır. Deməli, bütün bu aspektləri biz ümumiləşdirməyə çalışsaq, yəni klassik məntiqdə bizim diqqət mərkəzində saxlamaq istədiyimiz əsas məqam bu arqument formalarıdır. Yəni arqument deyəndə biz bir və ya bir neçə müqəddimədən nəticəyə keçidi başa düşürük. Yəni fikirlər ardıcıllığı mövcuddur. Sonuncu fikir bu arqumentin nəticəsidir, amma nəticəyə qədər istifadə edilən əvvəlki fikirlər hamısı arqumentin müqəddiməsi qismində çıxış edir. Və klassik məntiq müstəvisindən çıxış edərək, yəni bu həm formal, həm də qeyri-formal məntiqə aiddir. Biz arqumentin özünü də qiymətləndirə bilərik. Yəni hər bir arqument etibarlı arqument kimi qiymətləndirilə bilər, tutarlı arqument kimi qiymətləndirilə bilər, eyni zamanda potensial cəhətdən inandırıcı arqument kimi qiymətləndirilə bilər. Əgər hər üç atribut arqumentdə öz əksini taparsa, onda biz bu arqumenti düzgün qurulmuş arqument kimi adlandıra bilərik. Deməli, bu aspektdən biz çıxış edəriksə, ilk növbədə diqqət yetirməliyik. Yəni etibarlı arqument nədir? Etibarlı arqument o deməkdir ki, əgər arqumentdə çıxış edən müqəddimələrin hamısı doğru olarsa, onda heç bir nəticə yalan ola bilməz. Məsələn, bir nümunə kimi istifadə etsək, yəni simvolik dildə qeyd etsək, məsələn, birinci müqəddiməmiz əgər A-dırsa, onda B-dir. İkinci müqəddiməmiz A-dır, deməli B zəruri olaraq bu arqumentin nəticəsi qismində istifadə edilməlidir. Və arqumentin etibarlı olması bu arqumentin forması və ya strukturu ilə bağlıdır. Amma bu arqumentin düzgün olmasının yeganə şərti deyildir. Yəni hər bir arqument düzgün olmaq üçün həm də tutarlı olmalıdır. Və tutarlı arqument nədir? Yəni bu bizim artıq arqumentin qiymətləndirilməsində ikinci bir sualımızdır. Və tutarlı arqument deyəndə biz birinci halda arqumentin forma və ya struktur baxımından düzgün olduğunu nəzərdə tuturuq. Yəni arqument etibarlıdır, birinci şərt ödənilmişdir.
Və ikinci şərt artıq arqumentin məzmununun qiymətləndirilməsidir. Yəni arqumentdə istifadə edilən hər bir müqəddimə zəruri olaraq həm də doğru olmalıdır. Deməli, struktur baxımından arqument düzgündür və yaxud forma baxımından arqument düzgündür, birinci şərt. İkinci şərtimiz isə arqumentdə istifadə edilən bütün müqəddimələr hamısı doğru müqəddimələrdir. Deməli, biz bu aspektdən çıxış etsək, yəni artıq biz arqumentin etibarlı və tutarlı olması haqqında danışdıq və üçüncü şərtimiz arqumentin potensial cəhətdən inandırıcı olmasına görə qiymətləndirilməsidir. Və bu nə deməkdir? Yəni bu suala biz necə cavab verə bilərik? Arqumentin potensial cəhətdən inandırıcı olması o deməkdir ki, insanlar arqumentin nəticəsinin doğru olmasına dair müəyyən bir inama malikdir, amma arqumentin nəticəsi ilə qarşılaşmayana kimi həmin nəticənin doğru olub-olmamasına dair heç bir qənaətə malik deyillər. Başqa sözlə, arqumentin nəticəsində onun müqəddimələrində ehtiva edilməyən yeni bir bilik və informasiya öz əksini tapmalıdır ki, biz həmin arqumentin potensial cəhətdən inandırıcı olmasından danışa bilərik. Amma bu qeyd etdiyim, yəni arqumentin potensial cəhətdən inandırıcı olmasının qiymətləndirilməsi bu formal məntiqi aspektdən aparılan qiymətləndirilmə idi. Çünki mən qeyd etdiyim arqumentin forma və ya strukturunun düzgün olmasına əsaslanırdı. Amma arqumentin potensial cəhətdən inandırıcı olması yalnız forma və struktur ilə bağlı deyildir. Bu bəzən məntiqdən kənarda olan bir sıra digər amillər, məsələn, psixoloji amillər ilə də bağlı ola bilər. Bu deməkdir ki, potensial cəhətdən arqumentin inandırıcı olması üçün arqumentin etibarlı və ya tutarlı olmasına ehtiyac yoxdur. Və bu həm də o deməkdir ki, əslində yanlış arqumentlər vasitəsilə də insanları asanlıqla inandırmaq mümkündür. Yəni bu arqumentin müqəddimələrindən hər hansı birinin yalan olmasına baxmayaraq və ya arqumentin strukturunun yanlış olmasına baxmayaraq psixoloji cəhətdən biz hər hansı bir insanı inandıra bilərik. Yəni arqumentdən çıxan nəticənin doğru olmasına inandıra bilərik. Deməli, bu arqument potensial cəhətdən inandırıcı arqument kimi istifadə edilə bilər. Və belə inandırma prosesində müxtəlif psixoloji və lingvistik manipulyasiyalardan çox tez-tez istifadə edilir və bu şübhəsiz ki, yəni formal məntiqi baxımından olmasa da qeyri-formal məntiq baxımından artıq məntiqi xətalar ilə müşayiət edilmiş olur. Çünki mən nəyə görə bunu qeyri-formal məntiq ilə əlaqələndirdim? Çünki formal məntiq daha çox arqumentin struktur və ya forması ilə məhdudlaşır, onların analiz edilməsi ilə məhdudlaşır. Amma formal məntiq artıq arqumentin həm də məzmununda və yaxud arqumentin istifadə edildiyi müxtəlif kontekstlərdə hansısa xətaların olub-olmadığını, yanlışlıqların olub-olmadığını analiz etməyə başlayır və bunun üçün artıq biz yalnız arqumentin forma və strukturu ilə məhdudlaşmırıq. Buradan arqumentin məzmun və arqumentin işlədildiyi kontekstin analiz edilməsinə keçid alırıq. Və bizim qeyd etdiyimiz müxtəlif psixoloji və yaxud lingvistik manipulyasiyalar daha çox arqumentin məzmunu və ya arqumentin istifadə edildiyi kontekstlər ilə bağlı olduğuna görə bu aspektdən olan xətaların analiz edilməsi daha çox qeyri-formal məntiq müstəvisində baş verir. Və bizim növbəti diqqət yetirmək istədiyimiz məqam, yəni qeyri-formal məntiq adındakı qeyri-formal anlayışı nəyi ifadə edir? Yəni biz bu sualı necə cavablandıra bilərik? Deməli, burada bizim əsas diqqət yetirəcəyimiz məqam, yəni arqumentdə istifadə edilən dil sistemidir. Yəni formal məntiqin müxtəlif alt bölmələri, yəni müxtəlif qolları, məsələn, propozisional məntiq, predikatlar məntiqi, modal məntiq, bunlar daha çox süni dil vasitəsilə ifadə edilmiş arqumentlərdir.
Yəni biz arqumenti hətta təbii dildə ifadə etmiş olsaq belə, məsələn, Azərbaycan dilində, ingilis